Salam, hər vaxtınız xeyirli olsun. Kanalıma xoş gəldiniz. Geçen videomuzda dedik ki mental aritmetika nedir? Bugün ise ilk dersimi geçeceğim sizler için. İlk dersimiz nedir? İlk dersimiz parmaklarla tanıştıqdır. Bildiğimiz gibi riyaziyyatda iki əlimizdə açtığımızda 10 rəqəmi olur. Ama bu mental aritmetikada her iki elimizi açtığımızda 99 olur. Dersimize başlayalım. Sağ elimiz teklikler, sol elim onluklar. Siz yansımadan dolayı ben sağı açtığımda sol el kimi de görebilirsiniz. Onu ilk baştan deyim size. Başlayalım. 1 tekliklerden, 2 3 4, buraya dikkat edin, 5. Baş parmağım tek olarak 5'tir. 5 6 7 8 9, bir de sayalım. 5 6 7 8 9. Sağ elim 9 oldu. Geçen kardeşliklerden misalları. Mesela 2-3 kardeşliğinden. 2'nin kardeşi 3'tür. 3'ün kardeşi de 2'dir. 2 üste gele 3. 3'ün kardeşi 2'dir. O yüzden 2'ni bağladık. 5'i açtık. Mesela 3 üste gele 2. Elimizde sadece 1 var gördüğünüz gibi. Elimde 2 yoktur. 3'ü bağlayırıq, 5'i açırıq. Cevap 5. Diyelim ki 4. 4 bir qardaşlığındandır. Bu diqqətlə dinləyək. 4 üstə gələ 1. Elimde 1 yoxdur. Gördüğünüz gibi. 4'ü bağlayırıq, 5'i açırıq. Cevap 5. Teklikler bu kadar. Gelen derste daha geniş öğreteceğim size, söyleyeceğim. Geçelim onluklara. Sol elimize. Sol elimizde onluklardır. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90. Bir daha gösterelim. 50, 60, 70, 80, 90. Yine 2-3 misal həllləyək. Deyək ki 20 üstə gəl 30. Bayaq 2-3 qardaşlığından, indi də 20-30 qardaşlığından deyək. 20'nin qardaşı 30'dur, 30'un qardaşı 20'dir. 20 üstə gələk 30. Əlimizdə gördüyünüz kimi 30 yoxdur. Sadəcə 20 var. 20'ni bağladıq. 50'ni açdıq. 40 üstə gələk 10. 40'ın qardaşı 10'dur. Qardaşlıqdandır yine misal. Onun qardaşı da 40'dır. 40 üstə gələk 10. Əlimdə 10 yoxdur gördüyünüz kimi. Sadəcə 50 var. Onun qardaşı 40 olduğu üçün 40'a bağladıq. 50'ni açdıq. Cevap 50. Əziz izləyicilərimiz, dərslərimiz bundan sonra paylaşımlarım olacaq. İkinci dərsimiz də olacaq yaxın günlərdə. Siz də qeydiyyatdan keçməyi tələsin. Mən Gülnar Əliyeva, müəlliməniz. Həm şagird hazırlığım olur, həm müəllimə hazırlığım olur. Qeydiyyatdan keçə bilərsiniz. WhatsApp nömrəmi yazacağım aşağıya. Qeydiyyatdan keçməyi tələsin. Qruplarımız yığılır. Həm uşaqlar üçün, həm müəllimələr üçün. Qeydiyyatdan keçməyi tələsin. Yerlərimiz məhduddur. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək.